Hər vaxtınız xeyir olsun. Əziz izləyicilərimiz, Yaşamaq Gözəldir efirdədir və biz də sizin görüşünüzə gəlmişik. Əli boş gəlməmişik. Anonslardan bəllidir artıq. Bugün həftənin cümə günüdür və Məlahət xanım Qəhrəmanova bugün Yaşamaq Gözəldir də bizimlə bir aradadır. Qonaqda sabahınız xeyir olsun. Xoş gördük sizi. Salam, sabahınız xeyirli olsun. Məlahət xanım, ötən həftə çox önəmli bir hadisə baş verdi. Sizin dəvətinizlə təbii ki, bizim əməkdaşlarımız da oradaydı. Xatırladım ki, əziz izləyicilərimiz 25 oktyabr tarixində ixtiraçı alim Məlahət xanım Qəhrəmanovanın rəhbərliyi altında ölkəmizdə parazitologiya mərkəzinin açılışı oldu. Təbii ki, Nərgiz klinikasında bir şöbə artıq fəaliyyətə başlayacaq. Bəli, parazitologiya şöbəsi. Bu münasibətlə. Çox sağ olun, təşəkkür eləyirəm. Oktyabrın 3-ü 4-ündə biz Azərbaycanda ilk dəfə beynəlxalq parazitologiya konfransı keçirdik və bu konfransdan sonra mən qərar verdim ki, bir mərkəz olaraq bu da önəmlidir və insanlar üçün bir faydalı olsun və hər kəs parazitoloji xəstəliklər dedikdə zaten fikirləşirdilər Nərgiz klinikasını və ona görə də bugün orada böyük bir şöbənin yaranması oldu ki, parazitar xəstəliklərin hər tərəfli müalicəsi, müayinəsi və müalicəsi məhz Nərgiz klinikasında aparılacaq. Ona görə də təbii ki, bugün o açılışdan da olan görüntülər var. Bütün media işçiləri, tanınmış simalar, bütün hər kəsi biz dəvət etmişdik ki, sizlərlə hər bir kəs gələ bilər. Təbii ki, bu çox önəmli idi. Çünki insanlar bu mərkəzdə istədikləri kimi müayinə və müalicələri alacaqlar. Çünki illərdir mən bunun üzərində çalışmışam. Düzdür, mütəxəssislərimiz var, hər kəs məşğul ola bilər. Amma mənim bütün diqqətim daimi bunun üzərində olub. Nəyə görə? Çünki parazitar xəstəliklər bir çox xəstəliklərin törədicisidir ki, bir çox xəstəliklərlə yanaşı gedişlidir və insanlara çox böyük zərər vurur. İnsan orqanizmində çox böyük fəsadlar yaradır. O yüzden də mən təbii ki, bunu çox daha geniş tətbiq edəcəm və get-gedə bunu daha çox inkişaf etdirməyə çalışacağım. Məlahət xanımın dəvəti ilə bizim əməkdaşımız Əbdurrahman bəy də həmin tədbirdə idi. Təbii ki, mən istəyirəm həmin tədbirdən olan görüntüləri bir daha izləyicilərimizə təqdim edək, bir daha təbriklərə qoşulaq. Düşünürəm ki, Məlahət xanımın pasiyentləri də düzdür, bu təbriklərini indi zəng vuraraq bildirə bilməsələr də ürəklərdə böyük sevinclə qarşıladılar bu hadisəni. İzləyək. Oktyabrın 3-ündə beynəlxalq parazitologiya konfransı keçirdik ki, bu Azərbaycanda ilk dəfə idi. Amma bugün Allahın köməkliyi ilə biz parazitologiya mərkəzinin açılışını eləyirik Nərgiz klinikasında. Nərgiz klinikası illərdir işləyir. Artıq biz parazitologiya üzrə öz ixtisaslaşmamızı göstərdik və bugündən parazitologiya mərkəzi olaraq çalışacaq ki, bu da uzun illərdir bizim əməyimizin bəhrəsidir. Parazitologiya çox geniş bir sahədir. Bu ölkəmiz üçün nəinki bizdə, bütün dünyada bugün diqqət mərkəzində olan bir mövzudur. Biz çalışırıq ki, daha mükəmməl, daha yeniliklərlə əhalimizin xidmətində olaq. Burada tibbin bütün sahələrini əhatə edir və həmçinin də parazitologiya sahəsi üzrə bütün lazım olan şərait var və biz həm də bunların tam təbii üsullarla müalicəsini həyata keçirəcəyik. Mənim ixtiralarım əsasında hazırlanmış, demək olar ki, bir çox bizim patentlər var və bu patentlər əsasında hazırlanmış məhsullarımız var. Parazitalgin siropumuz var, parazitalgin şərbətimiz var və həmçinin də antihelmint çayımız var ki, bunlarla tam müalicəni biz həyata keçiririk. Ona görə mən işimizə uğurlar arzulayıram. Özümü də çox təbrik eləyirəm ki, bu işlərin öhdəsindən gəlmişəm. Türkiyənin bir çox universitetlərindən əməkdaşlığımız var. Rusiyanın bir çox bölgələrindən, Özbəkistan, Qazaxıstan, bu ölkələrdə də mənim parazitalgin şərbətim və siroplarım, bunlar bugün hal-hazırda işlənir və ona görə də mən təbii ki, nəinki Azərbaycanda, başqa ölkələrdə də bunu daha çox təbliğ etməyə çalışacağım və həmçinin də çalışacağım ki, bizim ölkəmizdə bu daha mükəmməl olsun və mənim məhsullarım dünyanın bir çox ölkələrində satışı ola bilsin və insanlara faydalı olsun.
olar ki, ölkənin bütün tanınmış simaları həmin gün Məlahət xanımın yanında, Nərgiz Klinikasının bütün kollektivinin yanında bu xüsusi günü yaşayıblar, qeyd ediblər. Biz də bir daha təbrik edirik. Çox sağ olun, Sizin təşəkkür rəhbərlik edirik. etdiyiniz klinikanın bütün elə əməkdaşlarını da təbrik edirik. Bu sizin bir ailə olaraq, Nərgiz Klinikası ailəsi olaraq uğurunuzdur. Doktor vurğuladı, həqiqətən 2006-cı ildən bəri aparılan bir mübarizənin nəticəsidir bu. Uğurlarınız daim olsun, doktor. Sizin də uğurunuz təbii ki, pasiyent məmnuniyyətidir, pasiyentlərinizin sağlamlığıdır. Necə ki, onlar doğru ünvan seçirlər Nərgiz Klinikasını, əldə olunan uğurlar da doktorun sevincidir. Elə Nərgiz Klinikasının ünvanını istəyirəm sizin nəzərinizə çatdırım. Sabit Rəhman küçəsi 11-də yerləşir. Artıq bilirsiniz ki, orada bir parazitologiya şöbəsi də fəaliyyət göstərir. Hər zaman bilirəm, ürək rahatlığı ilə müraciət edirdiniz. Daha da rahat şəkildə müraciətlərini izləyicilərimiz edə bilərlər. Əlaqə nömrəsi 012-541-70-70 və 051-388-70-70 nömrələridir. Və vurğulayım ki, noyabr ayının 15-i və 29-u tarixində doktorumuz bölgələrdə olacaq. Demirəm artıq bir Gəncədə, Bərdədə, yoxsa hər hansı bir bölgədə, bölgələr deyirəm. Tarix sizə vurğulayacağım. Gəlin başlayaq elə ilkin olaraq noyabrın 15-indən. Nərgiz Klinikasının həkim kollektivi noyabrın 15-i tarixində Gəncə şəhərində Logos Psixoloji Mərkəzdə öz pasiyentlərini qəbul edəcəklər. Burada nevropatoloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcək. Əziz izləyicilərimiz, yazılmaq üçün 070-226-46-48, 022-267-07-07 və 051-388-70-70 nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz. Öncədən yazılmaq mütləqdir. Növbəti həftədə isə artıq bu da təsadüf edəcək noyabrın 29-una Quba şəhəri Logos Psixoloji Mərkəzdə Nərgiz Klinikasının həkim kollektivi, yenə də nevropatoloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitar xəstəliklər, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcəklər. Xaçmaz, Şabran, Siyəzən, Qustar, Xudat, Nabran, bu bölgələrdə yaşayan bütün təbii ki, vətəndaşlar müraciət edə bilərlər. Bunun üçün yenə də 050-580-46-48, 023-336-74-48, 051-388-70-70 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Mən verilişimiz boyu bir də xatırlatma edəcəm, ancaq ola bilər indi əlaqə nömrələrini tez qeyd edə bilmədiniz. Ekrandakı nömrələr vasitəsilə həmin nömrələri də soruşa bilərsiniz və yaxud da Nərgiz Klinikasının Instagram, TikTok səhifəsinə daxil olun, mütəmadi olaraq orada paylaşımlar edirlər, postlar paylaşırlar, həmin postlara da diqqət yetirə bilərsiniz. Doktor, bugün qeyd etdik, elə necə ki, parazitologiya şöbəsi fəaliyyətə başlayıb, elə parazitlərdən danışaq dedik. İzləyicilərimiz mən paylaşar-paylaşmaz maraqlı bir sual verirlər ki, əgər ölkəmizdə parazitologiya mərkəzinin açılışı oldusa, bu sahədə doktor yeniliklər gətirəcəkmi? Təbii ki, biz ilk öncə biz çalışacağıq ki, müalicə metodlarında daha mükəmməl olsun və həqiqətən də bizim müalicələrdə bunlar gözlə görünə biləcək qədər, xəstələrdə o rahatçılığı ala biləcək qədər, yəni var. Amma yeniliklərdə laborator müayinələrimiz var, yeni demək olar ki, nəcis panelləri var ki, bu paneldə bütün qurd növlərinin aşkarlanması mümkündür. Bundan başqa bizə saskop deyirik, yaxma, əvvəllər məsələn probirka ilə, çubuqla, lentlə götürülürsə, onun üçün də xüsusi yəni reaktivlər almışıq. Daha mükəmməl və dəqiq cavablar üçün o həm paneli, həm bu çox önəmlidir. Və buradan bütün pasiyentlərimizə səslənirəm ki, gələn zaman mütləq qurdun müayinəsi zamanı nəcis analizində gətirməyi unutmasınlar. Çünki bu panellər çox şey xəbər verir, çox şeylərdən bizə məlumat verəcək. Ona görə yeniliklərin ən böyüyü laborator müayinələrin daha dəqiq olmasıdır. Bir, ikincisi də düzdür, fenqal ləmbulyaları üçün xüsusi testlərimiz də var. Amma ən yeni müasir, axırıncı gələn bu allergik panellər kimi nəcis panelidir ki, bu daha dəqiq, hansı qurd növünün olduğunu daha çox və daha dəqiq aşkarlaya bilərik.
Biz onu da qeyd edək ki, parazitar xəstəliklər uzun illərdir işlənilir və mənim tərəfimdən daimi təbliğ olunub. Və mən bunu illərdir təbliğ edirəm və bir çox insanlar da bugün bununla məşğul olmağa başlayıb, daha çox parazitar xəstəliklər diqqət mərkəzindədir. Bu çox gözəldir. Onu da xatırlatma eləyim ki, hər bir tibb işçisinin birbaşa parazitlərlə mübarizə vəzifə borcudur. Və bu 178-ci əmr və 288-ci əmrdə özünü göstərir ki, burada yəni bütün tibb işçilərinin birbaşa vəzifə borcudur parazitlərlə mübarizə. İnfeksiyaların, bakteriyaların yaranmasında, virusların yaranmasında biz illərlə bunun üçün əziyyət çəkmişik. Koronavirus gələndə görün nə qədər insanlar əziyyət çəkdi, nə qədər hər kəs bu virusla mübarizəyə qalxdı. Parazitar xəstəliklər də onlardan heç geri qalmır. Çünki düzgün müalicə aparmadıqda gələcək o qədər uşaqlar gəlir ki, illərlə ürək bulanma, qusma, belə ümumi halsızlıq. Amma xəstələrdə belə bir fikir olur ki, elə getdim 3 dənə tabletkanı içdim, bundan hər şey düzəldi. Elə bir şey olmur. Yəni müalicə tam fərqli aparılır və o müalicələrin aparma üsullarından da biz danışacağıq. Amma əsas ilk öncə onu qeyd edeyim ki, bugün parazitar xəstəliklər nə qədər aktualdırsa, onun müalicələri də o qədər asan deyil. Bəli. Buna da zaman lazımdır və düzgün müalicə tətbiq olunmalıdır. Çoxdur, fərqlidir. Məsələn, biz əvvəllər elə bilirdik ki, insanlar mənə yazırlar, doktor, deyirlər ki, yəni əvvəllər ha vaxt həkimə gedirik, yalnız ləmbrə deyirlər bizə. Elə bilirdik bundan başqa qurd növü yoxdur. Bəli, ona görə Azərbaycanda 25-ə yaxın qurd növü var ki, bunun onu daha aktivdir. Bu onlarından da məsələn sayaq ki, ləmblə parazitar xəstəliklərə aiddir, amma əmöblərə aid olduğu üçün, bir hüceyrəli olduğu üçün qurd kimi görünmür də. Onlar parazitin bir növüdür. Amma askaritdir, angilostomadır, toksikaradır, enterobiyozdur, trixopaliozdur. Bax, bu qurd növləri apstrixozdur. Məsələn, qurd növləri çoxdur. Şistosomlar məsələn bizdə çox az görünür və bizdə deyirlər ki, yoxdur, amma rast gəlmişik. Yəni, yoxdur deyə bir şey yoxdur. Bizim bütün xəstələrdə belə bir psixologiya var ki, həkimin yanına çatdım, sağalmalıyam. Belə olmur. Belə olduğu zaman xəstə müvəqqəti sağalma olur və sonradan daha çox əziyyət çəkməli olur. Ona görə parazitlər göz dibindən tutmuş, ürəkdən tutmuş, beyindən, insanın orqanizminə daxil olduqdan sonra istənilən yerdə məskunlaşa bilir və insan orqanizmi üçün çox zərərli və çox həddindən artıq toksik təsir verən bir amildir. Təhlükəlidir təbii ki. Və izləyicilərimizə maraqlı gələn bir nüans da var. Biz bilirik ki, siz mütəmadi olaraq araşdırırsınız, ixtiraçı alimsiniz və təqdim etdiyiniz o təbii, natural müalicə üsulları da göz önündədir. Yazıblar ki, Məlahət xanım, sizin ixtiralarınız arasında qurd xəstəlikləri ilə bağlı xüsusi preparatlar hazırlanacaqmı bu yeni parazitar mərkəzdə? Bəli, təbii ki, mənim elə ixtiralarım əsasında hazırlanır. O kapsulada, siropda, çayda. Bunu istənilən hər bir kəs sərbəst gəlib Nərgiz klinikasından əldə edə bilər. Çünki bu, yəni istənilən adam narahatdırsa, bunu istifadə edə bilər. Bəzən də profilaktik olaraq mütləq istifadə edə bilərsiniz. Və parazitlərin immunitet sisteminə təsiri insanları çox narahat edir. İmmun sistemə bəli, birbaşa təsiri var. Təsir edir. Niyə? Bunun üçün nə etsinlər və niyə təsir edir? Baxın, parazitlər insan orqanizmində növündən asılı olaraq istənilən yerdə məskunlaşa bilir. Biz həmişə deyirik, məsələn, elə qurd xəstəliklər var ki, ürək qan damar sisteminə mənfi təsir göstərir, eləsi var ki, mədə-bağırsaq sisteminə, eləsi var qida borusuna, elə qurd növləri var ki, allergik həssaslığın artmasına, mədə-bağırsaq diskomfortunun yaranmasına, ishalın qəbizliklə əvəz edilməsinə, bundan başqa xəstə uzun müddət parazit qurdu olarsa, belə xəstələrdə allergik həssaslıq nə qədər yüksək olursa, ondan başqa reflüksun olması, mədə-bağırsaq probleminin yaranması və məsələn, bağırsaqlarda köpün, qazın, şişin çox olması, bunlar özü demək olar ki, parazitar xəstəliklərdən məlumat verir. Doktor, olurmu ki, heç illərlə insan bədənində qurd olur, lakin biz bundan xəbərsiz oluruq da, o gizli şəkildə öz işini görür? Baxın,
həqiqətən də çox yerində olan bir sualdır. Parazitlər öz işini görür deyəndə biz nəyi nəzərdə tuturuq? Biz, məsələn, elə olur ki, xəstədə bir neçə parazit olur, amma xəstənin xəbəri olmur. Xəstə özünü çox rahat hiss eləyir, heç bir narahatçılıq olmur. Ani bir yeməkdən, hansısa qidadan, əgər allergiya verirsə, deyir ki, mən yeməkdən, qidadan allergiya verdim. Amma bəzən bu parazitlərin toksik təsirindən ola bilir. Askaritlərin belə bir xüsusiyyəti var, övrəyə daha çox meyilli olur belə xəstələr. Övrə də bilirsiniz ki, papula şəklində bədəndə iri qızartıların əmələ gəlməsidir. Amma bəzən dəri xəstəliklərindən, məsələn, görürsünüz, allergiyanı çox qarışdırırlar. Dəri xəstəliyi ilə fərqli olaraq allergik həssaslığı qurd yaradırsa, burada dediyimiz həmin toksik ocaqlar yaranır, bədəndə qızdırmalı olur, bəzən əl vurursa həddindən artıq qızdırma. Belə daxildə onların qızdırması olmur. Bəzən elə qurd növləri var ki, onlardan anemiyalar yaranır, elə qurd növləri var ki, angiostomalar qida borusunda yaşayır, qida borusunda daimi qıcıq yaradır, başqa bəlğəmin artmasına gətirib çıxara bilir. Amma elə qurd növləri var ki, bu 3-4 qurdu saya bilərik, eləsi var ki, birbaşa ali sinir sisteminə təsir eləyir. Haşnana qurdları, askaritlər özü birbaşa ali sinir sisteminə təsir edir ki, bu da xəstəni sonraki mərhələlərdə narahat etməyə başlayır. Mən istəyirəm bir daha ünvanı izləyicilərimizin nəzərinə çatdırım. Əziz izləyicilərimiz, Nərgiz Klinikası bilirsiniz, dəyişilməz olan bir ünvanı var illərdir. Sabit Rəhman küçəsi 11 ünvanında yerləşir və əlaqə nömrələri 012 541 70 70 051 388 70 70 nömrələrdir. Ekranda da görürsünüz, doktorumuz vuruladı parazitologiya şöbəsinə gələn o müasir laborator müayinə cihazlarından. Mən istəyirəm, düzdür, bu dəfə açılışla bağlı biz yalnız açılışı işıqlandırdıq. Bizim əməkdaşlarımız əgər yenə də doktorun vaxtı olarsa pasiyentlərindən yollanarlar, həmin laboratoriyada bir çəkiliş eləyərik, həmin müayinə üsullarını izləyicilərimizə göstərərik. Çünki çox maraqlı gəlib. Yazılan mesajlardan mən bunu görürəm. Vurğulayım ki, hər zaman olduğu kimi yenə də elmə, təbabətə və insan sağlamlığına misilsiz töhfələr verən həm ölkəmizdə, həm də ölkəmizdən kənarda, beynəlxalq arenada böyük nüfuza malik olan tanınmış alim, ixtiraçı, həkim, tibb elmləri doktoru, fitoterapevt Məlahət xanım Qəhrəmanova uğurlarına uğur qatmağa davam edir. Və siz bilirsiniz ki, ümumiyyətlə o 20 dekabr 2022-ci ildə İngiltərənin Oxford Universitetində keçirilən Liderlər Sammitində ixtiralarına görə Oxford Birliyinin fəxri professoru diplomu ilə və qızıl medalı ilə təltif olunub. Eyni zamanda 6 mart 2023-cü ildə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə tərəqqi medalına layiq görülüb. Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin sədridir Məlahət xanım və 4 kitabın müəllifidir, 23 patentin sahibidir. Hazırda isə təbii ki, danışdığımız Nərgiz Klinikasının rəhbəri vəzifəsində çalışır. Eyni zamanda yenə də öz pasiyentlərinə xidmət edir və bu xidmətin növbəti bir addımı da bölgələrdə öz pasiyentlərini qəbul etməkdir. Mən bölgələrdə olan zaman görün, biz nə qədər qurd növləri aşkarladıq. Bəzən elə xəstələr olur ki, onlarda o exnokokun, yəni ağır fəsadlar törədir exnokoklar. Olduğunu belə xəstə bilmirdi. Qızdırması var idi, özünü narahat hiss eləyirdi. Müraciət elədi, amma biz o qurdları aşkarlayandan sonra, onlar müalicələrini alandan sonra, düzgün istiqamətə yönəldikdən sonra daha rahat sağlamlıqlarına qovuşa bildilər. Mən vurğulayım ki, Məlahət xanım rəhbərlik etdiyi Nərgiz Klinikasının kollektivi ilə, xüsusən də nevropatoloq, kosmetoloq və birbaşa ilə özü Nərgiz Klinikasının həkim kollektivi noyabr ayının 15-də əziz izləyicilərimiz olacaq Gəncə şəhəri Logos Psixoloji Mərkəzdə pasiyentlərini qəbul edəcəklər. Gəncə və Gəncə ətrafında yaşayan hər kəs müraciət edə bilər. 070 226 46 48 022 267 07 07 və 051 388 70 70 nömrələri bu Gəncə görüşü üçün aktivdir. Quba üçün isə noyabrın 29-u yenə də Quba şəhəri Logos Psixoloji Mərkəzdə qəbul edəcəklər pasiyentlərini. Bunun üçün 050 580 46 48 023 336 74 48 və 051 388 70 70 nömrələri vasitəsilə qeydiyyatdan keçmək əvvəlcədən vacibdir. Doktoruma təşəkkürümü bildirirəm.
edirəm. Çox sağ olun. Sizlə isə sağollaşmırıq. Fasilənin dərhal ardından növbəti mövzu ilə davam edəcəyik.